Salam, bugün keçirilən 3-cü qrup imtahan suallarının cavablarına baxacağıq. İlk dəfə mən də baxıram, görək necə suallardır. 31-ci sualdan başlayaq. 19-cu əsrin 20-ci illərində Şimali Azərbaycan işğalını başa çatdırdıqdan sonra Çar Rusiyası ölkəmizdə xammal istehsalının artırılmasına çalışırdı. Bununla bərabər hər hansı bir məhsulun tam istehsalının Azərbaycanda həyata keçirilməsini istəmirdi. Çünki buradan ucuz xammal alıb onu mərkəzi quberniyalarda son məhsula çevirib yenidən ölkəmizə baha qiymətə satmaq Çar Rusiyasına böyük qazanc gətirirdi. Söhbət Azərbaycanın xammal mənbəyinə çevrilməsi 1820-ci illərdən gedir. Verilənlərə əsasən Çar Rusiyası nəyə nail olmaq istəyirdi? Neft sənayesində xarici kapitalın üstünlüyü xeyr, heç ümumiyyətlə bizim neft sənayemizə xarici kapital daxil olmamışdı. Biri çıxaq. Müstəmləkə iqtisadi siyasət tətbiq etməyə, bəli, biri ikidir. Şimali Azərbaycanda sənaye çevrilişinin qarşısını almağa, hələ sənaye çevrilişi başlamamışdı ki, qarşısını alsın. Neft sənayesində iltizam sisteminin ləğv edilməsinə xeyr, iltizam ləğvi gəlir 70-ci illərə düşür, olmaz. Ölkəmizin özünün ucuz xammal bazasına çevrilməyi olar, A bəndi. Əsası Kəngəri tayfasının başçısı tərəfindən qoymuş bu xanlıq, yəni Naxçıvan xanlığı Zəngəzurdan Araz çayı vadisinə qədər olan əraziləri əhatə etmişdi. 18-ci əsrin 80-ci illərində xanlıqda hakimiyyət uğrunda mübarizə daha da güclənmişdi. İkinci Rusiya-Qacar müharibəsi zamanı Rus qoşunları tərəfindən işğal edilmişdi. Mənbədə bəhs edilən xanlıqla İrəvan xanlığının ümumi cəhəti, Naxçıvan İrəvanın ümumi cəhəti. Müəyyən müddət Qarabağdan asılı olması, bəli, bir olacaqsa, deməli, ya 1-2-dir, ya 1-3-dür, baxaq. Rusiya ilə Georgiyevski müqaviləsi, xeyr, Georgiyevskini Quba ilə Lənkəran bağlayıb, 1-3 olacaqdır onda cavab. 13-cü əsrin 30-cu illərin sonu və 50-ci illərin ortaları Azərbaycan tarixi üçün 1230 və 1250-lər üçün istəyir bizdən. Ali Monqol xaqanlığının canişinləri tərəfindən idarə olunması ilə konkret bu olacaq da 1239 1256, bir dənə tez digər cavablara da baxım. Cəlalilər xeyir olmaz, Qızıl Ordu xeyir, xeyir, aha, bəli. Cavab A variantı olacaq. İkinci Qarabağ müharibəsi dövrünə aid deyil. Bir dəqiqə, İkinci Qarabağ müharibəsinə aid olmayanı istəyir. Deməli, Hadrut qəsəbəsinin azad edilməsi aiddir. Pilotsuz uçuş aparatları, bəli, istifadə olunub. Aldadıcı taktika ilə Ermənistanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi, bəli, var idi o an təyyarələrini qaldırmaqla. Qarabağın mücrüsü əməliyyatı ilə itkinin minimuma endirilməsi var. E variantına baxaq. BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizin əleyhinə xeyir. Birinci o əleyhinə qərardır. Üstəlik birinci Qarabağa aiddir. Hadisələrdən hansının yerini dəyişdə düzgün xronoloji ardıcıllıq alınır. Pişəvərinin başçılığı ilə milli hökumətin yaradılması söhbət gedir 1945-ci ilin 12 dekabrından. Bu tərəfə baxaq. Xiyabaninin başçılığı ilə 1920-ci il. Açıq dənizdə neft 1948-ci il. Azərbaycan SSR-nin konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında əlavə maddənin əlavə edilməsi 1956-cı il İmam Mustafayevin hakimiyyət dövrünə gəlir, düşür. Burada yerini dəyişməli olduğumuzu istəyir deməli bizdən. Elə bir dəqiqə. Birinci 1946-ya düşdüyü üçün elə 1-dən 2 olacaq E bəndi. 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illərində, yəni 640-lardan fərqli olaraq 650-lərdə. Xəzər xaqanlığa müqavilə yoxdur. Bizans İmperatorluğu ittifaq elə yəqin ki, bu olacaq. Digərlərinə də baxım. Daxili müstəqilliyin ləğvi deyə bir şey yoxdur. Sasani dövlətlə müqavilə yoxdur. Xilafətə verilən vergilərin 3/1-ə qədər azaldılması 60-cı illərdir. Bizansla ittifaq 654-cü il. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticələr əlaqələrini müəyyən edin. Müəssisələr məzunəti seçkilər haqqında əsasnamənin qəbul edilməsi, parlamentin fəaliyyətə başlaması xeyr. Bu 19-da, parlament 18-də. Birləri çıxaq. Bakının işğaldan azad edilməsi Milli Şuranın fəaliyyətini dayandırdı. Yox, bu bununla əlaqəli bir məsələ deyil. İkincidə çıxaq. 3-4-ü dəqiqləşdirək. Mudros müqaviləsinin imzalanması, Osmanlı hərbi qüvvələrinin Naxçıvanı tərk etməsi, bu doğrudur. Əsgəran döyüşünün baş verməsi, milli ordumuzun hissələrini ermənilərin məğlubiyyətə uğratması 3-4 düzdür. 16-cı əsrin ikinci yarısında Osmanlı dövləti üçün səciyyəvi idi. Yəni 1550-dən sonra. Körpülü Mehmet Paşa 17-ci əsrdir. Misir Məmlükləri 16-cı əsrin birinci yarısı. Səfəvi dövlətlə yeni müharibə ilə cavab C variantı olacaq 1578-ci il. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan fikir haradır? Baxaq. 5 Bizans İmperatoru Justinian tərəfindən işğal edilmişdi. Vandal krallığıdır, bu düzdür. 3, yəni Misir Bizans İmperiyası üzərində qələbə nəticəsində ərəb orduları tərəfindən fəth edilmişdi. Bu ola bilər, bir dəqiqə. Yəni doğrudur. 8-ci əsr 1, yəni İspaniya 8-ci əsrin əvvəllərində ərəblər tərəfindən tutulmuşdu, bu da düzdür. Frank hökmdarı Xlodvig
tərəfindən işğal olunmuşdu. 2. Xlodvig tərəfindən İtaliyanın işğal olunması. Bir dəqiqə. Frank hökmdarı Xlodvig tərəfindən işğal olunmuşdu. Hə, burada söhbət 2-dən, yəni Romadan gedir. Roma canişinləri ilə mübarizə hökmdar olmamışdan əvvəldir. Ona görə də olacaqda deyiləndi. Bir dənə üçə diqqətlə baxın. Bizans imperiyası üzərində qələbə nəticəsində ərəb orduları tərəfindən fəth edilmişdi. 3 aradı Misir, bu düzdür. Bu sual yaxşı görünmür, yenə baxaq. Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı 7-ci əsrdə meydana gəlib. Xəzər yaranıb 650-lər, Uyğur da yaranıb 744-də. Fərqli olaraq bir A olmaz, A-nı çıxdıq. Sasani dövlətinə qarşı mübarizə aparıbdı Uyğur. Uyğur Sasaniyə qarşı mübarizə aparmayıb. Elə cavabımız bir dəqiqə digərlərinə diqqətlə baxın. 1-ə S olur, 2-yə baxım görün B olacaqmı? 11-ci əsrdə 2 yerə parçalanması, bəli, 1042-ci ildə parçalanıb olacaq. NATO-ya üzv olması, konstitusiya qəbul etməsi, Avropa İqtisadi Birliyinin yaradılmasına iştirak etməsi. Verilənlərin hər üçü hansı dövlətlərin 2-ci Dünya müharibəsindən sonraki tarixləri üçün ümumi cəhətdir? Baxaq. Deməli, NATO-ya üzv qəbul olunması, Avropa İqtisadi Birliyinin yaradılmasına iştirak etməsi. Deməli, C ilə D variantımız qaldı. Diqqətlə baxaq. Avropa İqtisadi Birliyinin yaradılmasında İngiltərə iştirak eləmir. İngiltərə ora 1973-də daxil olub. Burada cavabımız D variantı olacaqdır. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi. Pompey Albaniyaya ona görə hücum etmişdir ki, Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirsin. D variantı. Deməli, Əli Ağaşqınski, Səməd bəy Mehmandarov, Hüseyin xan Naxçıvanski. Rusiya çarının yeganə müsəlman yavəri Hüseyin xan Naxçıvanski. 3-ə A bəndi. 1-ci Dünya müharibəsində Rus ordusunda xidmət etməsi oxşar cəhət olacaq. 4-ə B bəndi. Bir dəqiqə mən variantları çıxım. 3-ə də A bəndi olsa, cavabımız ya B olacaq, ya D olacaq. Rusiyanın paytaxtının toplarla müdafiə edirsə, Əli Ağaşqınski, 1-ə C olacaq. Elə cavabımız D variantıdır. Digərlərini də uyğunlaşdıraq. İlk Azərbaycanlı hərbi təyyarəsi heç birinə aid deyil. Bir dəqiqə. Aha, bəli, heç birinə aid deyil. Fərruq Ağa Qayıbovdur. Yəni D variantı heç birinə olmalı deyil. Döyüşlərdə şücaətinə görə brilyantla bəzədilmiş Georgi silahı da Səməd bəy Mehmandarova aiddir. Bəli, cavab D bəli. 19-cu əsrin 50-ci illərində Şimali Azərbaycan tarixi üçün səciyyəvidir. Yəni, söhbət gedir 1850-ci illər üçün. Təhkimçilik hüququnun ləğvi xeyir, kəndlərin feodal asılından azad edilməsi xeyir, kəndlərin vergi və mükəlləfiyyətlərinin ləğvi xeyir, köçməklə bağlı olmalıdır. E variantı, dövlət kəndlərinin köçmək hüququ 1853-də. 45. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. Təbriz Axsungilərin əlindən alıb, Gürcülərin hücumunun qarşısını alıb, paytaxtın Naxçıvan şəhərindən Həmədana köçürüb, İri Səlcuq əmirlərinin müqavimətini qırıb, amma Sultan titulu qızlarına aiddir. Eramızdan əvvəl 4-cü minilliyin sonunda qədim Misirdə vahid dövlət yarandı. Yuxarı Misirin aşağı Misir üzərində qələbəsi nəticəsində çox rahat bir sualdır. Suallar çox rahat irəliləyir. Ümid edirəm, abituriyentlər çox yaxşı yazıblar. Qaraqoyunlu hökmdarı Qara Yusif və Səfəvi şahı 1-ci Təhmasibin oxşar cəhəti. Qara Yusiflə 1-ci Təhmasibin oxşar cəhəti nə olar? Şirvanşahlar dövlətlə müharibə 1412 Qara Yusifdədir, 1538 Təhmasibdədir. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiyaya aid ümumi cəhət olacaq Rusiya tərəfindən işğal edilməsi. Heç baxmağımıza gərək yoxdur cavablara. 17-ci əsrdə baş vermiş Səfəv-Osmanlı müharibələrinə aid deyil. Osmanlı Krım hərbi qüvvələrinin məğlubiyyətə uğratması, bu var 1618-ci il. Sufyan adlanan yerdə baş verən döyüşdə Səfəvi qoşunlarının qalib gəlməsi 1605-ci il. Şah 1-ci Abbasın Təbrizi azad etməsi 1603-cü il. Səfəvi dövlətinin Hörmüzü azad etməsi Portuqallarla olanda D variantı. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Yəni, söhbət gedir 1993-1998-ci ildə. Valyuta, manatın dövrəyə buraxılması 92-ci ildə olmaz. Strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi 94-cü ildə azad edilib. Olar. Torpaq islahatı 96-cı ildədir. Olar. 2 ilə 3. BMT üzvdə 92-ci ildədir. Xilafət dövrünün vergiləri nə olacaqdır? Baxaq, gezit olmaz. Divan ümumiyyətlə torpaq mülkiyyət deyil. Mal cəhət vergi deyir də bizdən. Amma bunlar da torpaq mülkiyyətdir. D variantı. Xəracdan sizə çox rahat sualdır. Xəritədə ərazisi ulduzla qeyd olunmuş rayona aid olanlar. Söhbət hansı rayondan gedir? Kəlbəcər.
Paleolit dövrünə aid yaşayış məskəni abidə, bəli, bir düzdür. Bir dəqiqə, bir olmayanlar çıxım, sonra səhv etməyim. 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən düşmənin işğalından azad edilmişdir. Bu Şuşaya aiddir, ona görə 2-də çıxıram. Ərazisində Orta Tunc dövrünə aid Göytəpə şəhər tipli yaşayış məskəni Urmiyaya aiddir. 3-də çıxırıq. Bir də 1-5-də ya da 1-4-dür. Baxaq. Erkən Tunc dövrünə aid Sərkərtəpə Qazaxdadır. Ona görə 1-5 olacaqdır. Xronoloji ardıcıllıq istəyir. Bu açıq sualdır mı? Bəli. Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürülməsi 1192. Böyük Səlcuq dövlətinin Rey şəhərinə köçürülməsi Nişapurdan Reyə 1043-cü il. Teymurilərin paytaxtının Herat şəhərinə köçürülməsi Herata Şahruxun hakimiyyəti dövrünə gəlir, düşür. Bir dəqiqə, Şahruxun hakimiyyəti dövrünə gəlir, düşür. Hazırda heç bir ili dəqiq yadıma düşmür, amma 15-ci əsrdir, məlum məsələdir. Üzrlü sayın. Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi Orxan Qazinin hakimiyyət dövründədir. 1326-cı ildə fəth edir də, Bursanı bundan sonra da köçürür. Amma 2, 1, 4, 3. Rəvadilər dövlətinin Şirvanşahlar dövlətinə oxşar, Salarilər dövləti ilə fərqli xüsusiyyətini müəyyən edin. Rəvvadi ilə Şirvanşahların oxşar, Salardən fərqli. Ərəb mənşəli olması oxşar olacaqdır. Böyük Səlcuq dövlətindən asılı olması oxşar olacaq. Yenə digərlərinə baxın. 3. Slavyanların hücumuna məruz qalması Şirvanşahlarla Rəvvadinin oxşar cəhəti deyil. Dəbil əmirliyi də yenə bunların oxşar cəhəti deyil. Cavab 1 və 2 olacaqdır. Neolit və eneolit dövrlərinə aid oxşar cəhət. Əkinçilikdə toxudan istifadə edilməsi, bəli, hər ikisinin üçün oxşar olacaqdır. Daha sonra ilkin şəhər mərkəzləri, xeyr, bu Orta Tunc dövrünə aiddir. Saxsı qabların hazırlanması oxşar cəhət olacaqdır. Süni suvarma sistemindən istifadə olması erkən Tuncdadır. Təsərrüfatda daş alətlərdən istifadə edilməsi oxşar cəhət. 1, 3, 5. Aha. 56-da hadisə nəticə əlaqələrinin doğru olduğunu istəyir bizdən. Deməli, 1711-ci ildə Prut sahilində sülh müqaviləsinin imzalanması Rusiya Azov qalasını Osmanlıya qaytardı. Bəli, bir doğrudur. 1783-cü ildə Parisdə sülh müqaviləsinin imzalanması İngiltərə ABŞ-ın müstəqilliyini tanıyır. Bəli, bu da doğrudur. Nizbi döyüşünün baş verməsi, ABŞ-ın İstiqlal müharibəsi bəyannaməsini qəbul etməsi, bu İngiltərə ilə bağlı da ABŞ verib olmaz. İkinci Yekaterinanın hakimiyyətə gəlməsi, mütləqiyyət quruluşu zəifləməsi, xeyr, əksinə güclənir. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Bir dəqiqə diqqətlə baxın. 17-ci əsr 1618-də, bəli, bu da düzdür. Yəni, olacaqdır 1, 2 və 5. Sonra baxırıq, Otluq beli və Mərv döyüşlərinin aid olan istəyir. Uyğunluğa müəyyən edin. Bir dəqiqə, bu nədir? Hə, hansı dövlətə aid olduğunu. Deməli, Otluq beli döyüşü, Otluq beli. Bir dəqiqə, Otluq beli döyüşü, hə, Osmanlıya aiddir. Qaraqoyunlu dövləti, Otluq beli heç birinə aid deyil. Səfəvi dövləti, Mərv döyüşü C variantı. Ağqoyunlu dövlətinə aid olan yenə Otluq beli döyüşü Ağqoyunlu Osmanlı arasındadır. Cəlalilər dövlətinə də aid olan, yəni heç biri deyil. 1-ə A-dır, 2-yə C. Mənbə çox rahatdır. Eramızdan əvvəl 5-ci yüzilliyin ikinci yarısına Yunan şəhər dövlətləri 2 rəqib düşərgəyə bölündü. Tezliklə onlar arasında müharibə baş verdi. 5-ci əsrin ikinci yarısı. Bir dəqiqə. Hə, söhbət burada 5-ci əsrin ikinci yarısından gedirsə, söhbət 431-404-cü illəri əhatə edən Afina-Sparta müharibəsindən gedir. Bir dəqiqə yenə baxaq. Peloponnesin çoxsaylı ordusu Attikaya soxuldu və mərkəzi şəhər viran edildi. Cənubların hücumu qarşı tərəf bütün Afrika əhalisinin şəhər divarlarının arxasına təxliyə etmək məcburiyyətində qoydu. Ağzına kimi dolmuş şəhərdə epidemiya başladı. İhtiyac yoxdur heç baxmağa. Deməli, Afina-Sparta müharibəsindən, Peloponnes müharibəsindən gedir. Mənbədə bəhs olunan müharibədə qalib gələn dövlətin adı Sparta. Mənbədə bəhs olunan müharibənin başlanmasının bir siyasi və iqtisadi səbəbini yazın. Deməli, siyasi səbəb ikisinin arasında siyasi rejimlərdə fərqlər var idi. Birində demokratiya idi, birində oliqarxiya idi. Digər səbəb də ki, təbii ki, o Yunanistana sahib olmaq uğrundaydı. Bunu biz rahatlıqla götürə bilərik.
Daha sonra nə deyir? Haqqında bəhs olunan müharibənin mənbədə verilməyən iki nəticəsini yazın. Yəni Afina-Sparta müharibəsinin iki nəticəsini yazmaq istəyir bizdən, yazmağımızı istəyir. Baxaq, mənbədə bəhs olunan nə nəticə var? Nəticənin birini rahatlıqla yaza bilərik ki, Sparta qalib gəldi. İkinci, Yunan şəhər dövlətləri zəiflədi. Hətta üçüncü qeyd edə bilərik ki, bunun nəticəsində Yunan şəhər dövlətlərinin zəifləməsi nəticəsində Makedoniyanın oranı işğal etməsi rahatlaşdı. Aha, burada mən elə bir hansısa bir sualda deyəsən il demədim. Dedim ki, illə bağlı nəyisə unutmuşam. Hə, bu da dedikdə dedim bunu. Konkret əslində fikirləşdim il yadımdan çıxıb, amma əslində konkret il yoxdur da. Şahruxun hakimiyyətə gəlməsindən etibarən hesablanır. Rahat olaraq belə götürə bilər. Üzr istəyin, mən də həyəcanlı idim. İlk dəfə olaraq baxırdım sizlə birlikdə. Çünki öz abituriyentlərim də imtahandan getmişdi. Bu videonu həm də onlara göndərəcəm. Düşünürəm suallar son illərin düşən ən rahat tarix suallarındandır. Çox asan suallardır. Hər bir abituriyentə uğurlar arzulayıram.